Deməli, bu designhill.com-dur. Hansı ki, bu saytda imtahan vermədən rahat şəkildə ə, beynəlxalq şirkətlərlə əməkdaşlıqlar eləmək olur, amma burada yarışma üzrədir. Həm təcrübə baxımından yaxşıdır, həm də ki, xüsusi olaraq belə götürək, təcrübə qazanmış olursunuz, xüsusi təcrübələr qazanırsınız. Çünki real bir müştərilərdir. Hansı ki, bu müştərilər bir biznes qururlar və bu biznes üçün də onlara loqo lazımdır. Və bir elan verirlər, qiyməti yazırlar, müddət olur orada 5 gün, 6 gün və müxtəlif cür dizaynerlər həmin müştəri üçün loqonu hazırlayıb göndərirlər. Birbaşa olaraq bu saytın daxilində. Sonra da müştəri kimin loqosunu seçsə, ödənişi də ona eləmiş olur. Burada indi məqsəd tam da belə deyək, sizin üçün pul qazanmaq yox da təcrübə qazanmaq, hansı ki brieflərlə işləmək, hazır loqo briefləri ilə işləmək və beynəlxalq bir brieflə işləmək. Sizə burada göstərəcəm. Görün müştəri necə brieflər yazır, görün necə tapşırıq yazır. Nə qədər detallı olur. Heç sual verməyə belə adam çəkinir. Çünki hər şey belə detallı şəkildə yazmış olur. Məqsədli şəkildə özü də. Qeydiyyatı çox rahatdır. Burada login düyməsi var. Ona basırsınız. Belə bir səhifə açılır və Gmail vasitəsilə girirsiniz. Yəni Google-a basırsınız. Gmaillarınız olur burada. İstədiyiniz Gmail-la bir dəfə klikləməklə daxil olmuş olursunuz bura. İndi mənim burada hesabım var və buradakı situasiyada profiliniz necədir? Profilinizi doldurmalısınız və profilinizi doldurduğunuz zaman da siz sifariş götürə bilirsiniz və Plus-dakı loqonuzu belə bura yükləməyiniz mümkündür. Və bu necə olur? Gəlirsiniz bura My Profil. My Profil hissəsinə gəlirsiniz. Belə bir pəncərə açılır. Bura profil şəklinizi yüklürsünüz. Bura isə coverinizi yüklürsünüz bu hissədən. Bu coverdə də işlərinizi filan nümayiş etdirə bilərsiniz. İşlərinizi qoya bilərsiniz bu hissəyə. Burada isə loqolarınızı yükləyə bilirsiniz. Hansı ki, beynəlxalq şəkildə loqolarınızı görürlər, baxırlar və lazım gələrsə sizə sifariş vermiş olurlar. Yükləmə necədir? Upload Design düyməsi var burada. Upload Design düyməsinə basırsınız. Belə bir pəncərə açılır. Burada 500-ün 500-ə ya da 2500-ün 2500-ə 72 DPI ilə, yəni 300-ə 72 DPI ilə ağ background da yüklənməsi tövsiyə olunur. Yəni loqonuz ağ backgroundlarda olsun. Və Upload Design-a basaraq belə bura açılır. Bura adını yazırsınız, yəni loqonuzun adını. Bunun üzərini klikləyərək isə pəncərə açılır və oradan da loqonuzu seçmiş olursunuz. Yəni rahatlığı bu şəkildədir. Mənim öz kompüterimin pəncərəsidir də, hə? Sizin Üstündə öz olanlar. kompüterinizin pəncərəsi açılacaq, bəli. Oradan loqonuzu seçəcəksiniz, yəni hansı papkaya saxlanət eləmisinizsə. Oradan götürüb seçəcəksiniz. Məsəl üçün burada tutaq ki, bu yaxınlarda hazırladığım loqolardan biri. Məsəl üçün axtarıram. Hə. Məsəl üçün PNG-li şəkildə tutaq ki, bu loqo. Bunun üzərinə 2 dəfə klikləyirəm və bura yüklənmiş olur. Və adını da yazdıram. Drive Service Logo. Yəni maşın servisi ilə bağlı olan loqo hazırlamışam və bunu yükləyirəm. İngiliscəsində yazırsınız. Hər şey ingiliscəsində. Sonra bir dənə continue eləməklə bu yüklənmiş olur avtomatik olaraq bura. Avtomatik şəkildə. Hətta məsəl üçün yükləyək Drive Service logo və yaxud da ki, logo design Drive Service yazdıq. Ya da Car Service də yaza bilərik. Car Service. Və Continue basırıq. Buradan belə seçirik bunu ki, hardan hara görsənsin.
Və görürsüz bir ölçüsü var da bunun göstərməsində. Bu görürsüz tam bu ölçü biraz böyüdü məndə ona görə. Amma bu ölçü düz gəlmir. Çünki mən bunu 1080-ı 1350-yə işləmişəm. Burada isə mənə 2500-ün 2500-ə, 500-ün 500-ə tələb edir. Bunu düz ölçünü düz təyin edəndən sonra bu düpbədüz düşmüş olur onsuz da bura. İndi bu ölçü düz gəlmədi deyə bunu yüklənməyə mənası yoxdur artıq. Belə düzgün deyil. Bu çox darısqaldı bura. Biraz genişləndirsə, istəmirəm də ağ hissə düşsün. Deyib düşür yenə də. Bu şəkildə continue edirsiniz və düşmüş olur bura. Düşmüş olur, gəlir düşür, my profil bizdə, portfolio hissə bizə. Və burada insanlar baxırlar, like-lar eləyirlər, rəylər yazırlar deyə, məsəl üçün bir hüquqşünas üçün hazırladığım loqoda rəylər, bəyənmələr filan və bu şəkillərdə reaksiyalar alırsınız və sizinlə avtomatik olaraq mesaj yaza bilərlər sizə və mesaj gəlir düşür. Mesajlar isə burada görsənir. Bu hissədə mesajlarınız görsənir sizin. Sonra bu portfolio hissəsidir. İşlərinizi yükləmək falan. About hissəsinə gəlirsiniz. Haqqınızda məlumat. Haqqınızda məlumat hissəsinə burada düzəlişlərinizi eləməlisiniz. Bunun üçün gəlməlisiniz bura My Account Setting. My Account Setting-ə gəlirsiniz. Və burada artıq adi qaydada ad, soyad, cinsiyyət, profilinizin adını necə görsənməsi, username-imiz, doğum tarixiniz, adresiniz filan, özünüz haqqında məlumat. Bu 12 il olub, burada 11 il yazmışam. Bu neçə il bundan qabaq? Bunu desən, keçən açmışam mən bunu. Bunu keçən il açmışam. Bu şəkildə məlumatlarınızı düzəldirsiniz. Dil biliklərinizi yazırsınız. Dil biliklərinizi qeyd eləməyiniz vacibdir. Azərbaycan dili bildiyinizi yazın, çünki bu beynəlxalqdır. Səviyyələrini bildirirsiniz. Ondan sonra hardan bu məlumatı əldə eləmisiniz, onu qeyd edirsiniz və Save Profile Information edirsiniz. Saxlanət olunur və sizin məlumatlarınız görsənir profilinizdə About hissəsində. Yəni, müştəri daxil olub sizin səhifəyə baxanda avtomatik olaraq About hissəsində sizin haqqında və bu şəkildə məlumatlarınızı görür. Hansı proqramları bilirsiniz? Burada təbii ki, Design Hill-də artıq proqramları qeyd eləməyə ehtiyac yoxdur. Burada əsasən Illustrator və Photoshop işləyir deyə. Elə ona görə ancaq Illustrator və Photoshop-u qeyd eləmək lazım. Bəs eləyir, yəni. Artıq proqramlara ehtiyac yoxdur. Sosial şəbəkələrinizi qoya bilərsiniz. Və bu sizin informasiya tərəfinizdir. Servis tərəfi var. Mən burada servis yaratmışam. Burada servis yarada bilirsiniz. Servis nədir? Yəni xidmət. Nə cür xidmət görürsünüz? Bu bir növ sizin iş yerinizdə, belə bir şey fikirləşin. İş yeriniz üçün də səliqəyə salırsınız. Necə məsəl üçün masanızın üstünü səliqəyə salırsınız ki, rahat işləyəsiniz. Bu profilinizdə də iş yeriniz kimi yanaşırsınız ki, xidmətlərinizi açıq, detallı şəkildə göstərirsiniz və ondan sonra məlumatlarınızı əldə edirsiniz. Və burada bu şəkildə yaratdığım servis bu şəkildə görsənir. Burada məsəl üçün mənim hazırladığım loqolar, bir neçə dənəsini bir hissəsini bura qoymuşam. Bəzilərini də bu şəkildə sıralamışam. Və burada nə tip loqo hazırladığım haqqında məlumatlar verirəm. Belə də daxil ola bilərik. Bunlar deməli hansı fayllar vermiş olacam müştəriyə, o faylları qeyd edirsiniz. Fayllarda həmişə AI, PDF, ondan sonra PNG-ni, EPS-i bu AI-nin digər variantıdır. Elə save eləyəndə necə AI save eləyirsinizsə, o AI-nin üstünə basıb EPS eləyə bilərsiniz sadəcə. Yəni fərq bundan ibarətdir. Ona görə şey olmur. Vektor faylı salmış olur. Servislərinizi qeyd edirsiniz. Yəni 3D image yaradacağınız vektor faylı
olacağı, logo transparent olacağı, yəni arxa backgroundun olmadığı şəkildə belə loqonu verəcəyinizi, yüksək keyfiyyətdə verəcəyinizi, bunlar hamısını belə quşlar qoyursunuz. Və məlumatlarınızı qeyd edirsiniz ki, sizlə necə əlaqə yaratsınlar, nə tip loqolar, neçə cür loqolar hazırlayırsınız, neçə dənə edit istəniləcək sizdən, neçəyə hazırlayırsınız falan, hər şey qeyd edirsiniz. Neçə günə, məsələn, 2 günə verirəm ta ki loqonu, 4 dənə nümunə verirəm, 4 dənə edit haqqı vermiş oluram, hə, $150. Bu şəkildə məlumatlarınızı qeyd edəndən sonra artıq rahat şəkildə sizin prosesə daxil olan servis hissəsinə də keçid edib, servis hissəsindən də görə bilir sizin xidmətinizi, hansı xidmət göstərdiyinizi. Loqon əvəzinə sosial media posterləri də eləyə bilərsiniz xidmət olaraq. Amma Design Hill daha çox loqo üzrə məşhurdur. Ona görə loqo üzrə işləmək daha çox tövsiyə olunur. Burada məsələn başqalarının profillərinə baxa bilərsiniz. Gəlin buradan Explore, Design Inspirations eləyirsiniz. Və burada başqalarının loqoları var, adları var. Məsələn, Mad Yusif. Mad Yusif belə tərzli loqolar hazırlayıb, yayımlayıb. Deyil. Hə? Heç qəşəng deyil. Hə, bu Bangladeşləri, Pakistanlıları mən başa düşmürəm də Allah ki. Kobud şəkildə hazırlayırlar ya. Sanki elə bir təzə illüstrasiya 2-3 günü öyrənmiş adamın o texniki işləmək üçün nümunə elədiyi fiqurlardır. Hə, bu görürsünüz məsəl üçün. Amma baxsaz görsəz pul qazanır yəni. Məsələn, servislərə girəm, amma məsələn, $25 loqo hazırlayır, görürsünüz. Qoy. $25, $15. Girirsən $25, hə, bax 2 günə loqo hazırlayır, 3, 5 də edit verir. Hə, bax bunlar Bangladeşdə, Pakistanlılar bu şəkildə işləyir. Çox ucuza. Çox ucuz Bazarı öldürürlər. qiymətlərə. Hə, problem məsəl üçün o tərəfdən var budur. Və About hissəsinə baxaq. About hissəsində öz haqqında məlumatlar yazılıb. Dil bilikləri yazılıb. 2018-dən bəri dizaynerliklə məşğuldur. İşləri elə bir ki, 2 günlük təlim alıb tez özünü dizayner kimi göstərmək istəyən adamlar işin oxşayır. Yəni onlar elədir. Yəni Pakistanlılara gedin baxın, hər yerdə elədir. Çox iyrənc hazırlayırlar heç belə. Bizim qıraqda Kreativləri göy yox. var ya, quş işarəsi. Hə. Mən onu sizə versəm, onu qəbul eləməzdiniz. Bunlar fikirləşərək hazırlamırlar da. Burada daha yaxşıları var. Hətta kitablarla bağlı hazırlayanlar da var. Kitab üzləri hazırlayanlar var. Poster hazırlayanlar var. Şad Həyat. Baxa bu haralıdır? Misirli. Biraz təqdimatları kobud eləyirlər. Onun da servis haqqına, servis tərəfindən girir. Ha, bu da Dili məsələn baxanda adamı çəkmir, adam hiss eləmir nə isə orada. ola bilər. Yəni mənə görə bir posterə baxanda, bir loqoya baxanda orada nəsə bir hiss keçir. Məsələn, onu keçirə bilmirsənsə, mənə elə gəlir ki, yəni o sayılmır da. İstər əlavə hekayəsini də duymaq lazımdır. Yəni poster bizə hekayəsini danışmağa çalışmalıdır. Xidmət də olsa belə o xidmətin bir hekayəsi olmalıdır. Və orada hekayə varsa o posteri biz analiz eləməyə başlayacağıq. Okay. Yaxşı, bunlar bu şəkildə başqalarının işlərinə baxıb görə bilərsiniz ki, rəqabət aparmaq üçün. Bəs yarışmağa necə qatılırsınız? Explore hissəsində Design Contents var. Design Contents-ə basırsınız. Burada görürsünüz, logo, biznes kartlarla bağlı yarışmalar var. Və burada logo dizayn var. İndi hal-hazırda 7 dənə açıq yarışma var. Hər günü yarışmalar çoxalır. Və $180. Amma ilk etaplarda $150, maksimum $150 yarışmalara qatıla bilərsiniz. Və $129 buna qatılmaq olar. $91 var. Baxın, $129 baxaq görək nə istəyir. Girir içinə. Animal pet logo. Heyvanlarla bağlıdır. İngilis dilində çətinlik çəkirsinizsə, sağ düyməyə basıb
Google'da Türk dilinə çevirə bilirsiniz. Türk dilinə çevirəndən sonra hər şey Türk dilinə çevrilir saytda. Və burada hal-hazırda dizaynerlərin işlərini görə bilmirik. Bunlar bağlıdır. Müştəri istəmir biz görək onları. Buradan giririk tasarım özətinə. Bu tasarım özətinə girəndən sonra düşürük aşağı. Və burada müştərinin yazdığı briefdir. Bu brieflərdir. Tapşırıqdır. Necə loqo istəyir? Belə fikirləşin. Bu sizin verdiyiniz sualdır. Yəni bu heç yarışmanın başlığıdır. Yəni bu elan üçündür. Loqonuzda hansı ismi görmək istəyirsiniz? Yəni loqonuzun adı nədir? Elə bilin ki, bu suallar siz vermirsiniz qarayın olanları. Bu isə müştəri cavablayıb. Və bu şəkildə qurulub sistem. İtaətin ötəsində köpək eğitimi. Tərcümədə loqonun adı budur. İngilis dilində təbii ki, başqa cürdür, qısadır. Biraz uzun da ola bilər. Pet düzdür. Petlə bağlı uzun olur. Loqonuzda yer almasını istədiyiniz bir sloqanınız varmı? Və dizayner olaraq sual vermisiniz. O da yazıb. Məlumat verib. Sloqanını yazıb. Oyuna eid geliş. Bu şəkildə bir sloqan yazıb. Amma əmin deyil. Bax, təsəvvür edin, bu detal da qeyd edilir ha. Bunun əlavə edilib edilməməsinə əmin deyiləm yəni. Ola da bilər, olmaya da bilər. Onu da bildirib. Detala qədər giriş edib. Sonra kateqoriyanı da seçilib. Kateqoriya dizayner üçün önəmlidir. Çünki hayvan və evcil hayvanlar seçib. Və artıq dizayner bilir ki, siz bilirsiniz gedib hansı kateqoriya üzrə araşdırma eləyəcəksiniz. Burada gözəllik yazsaydı, gedib gözəllik üzrə araşdırma eləyəcəydiniz. Bu kateqoriya sizə köməkli göstərir. Bu digər sual, məsəl üçün, ayrıca loqoz hansı duyğuları uyandırması istəyirsiniz? Yəni, duyğunu soruşursunuz, hansı duyğu verməlidir və müştəri izah edir. Müştərilərimin loqomu gördüklərində həyəcanlanmalarını, merak etmələrini, güvənmələrini istəyiyorum. Davetkar və əyləncəli. Bu şəkildə qeyd edir hər şeyini. Mətinli, mətinsiz, farklı versiyonlarla markalaşa bilir olması istəyiyorum. Hər şeyi qeyd edir xırdalına qədər müştəri sizin üçün. Hədəf kitləriniz nədir? Onun haqqında da məlumatı verir. Rəqibləriniz nədir? Kimlərdir? Rəqiblərin saytına qədər yazıb, gördüyünüz kimi. Və siz bu saytı götürürsünüz belə. Birini məsəl üçün götürdünüz. Ctrl-C, kopyaladınız. Gəldiniz, Ctrl-V. Açıldı və bu da rəqibidir. Rəqibin loqosudur. Deməli, bundan daha yaxşısını eləməlisiniz. Rəqibin araşdırmasını edirsiniz. Digər rəqibə gəlirsiniz. Onu da kopyalırsınız, atırsınız, baxırsınız loqosuna. Rəqibi onun üçün verib ki, ondan daha yaxşı iş çıxardasınız ortalığa. Yəni, məqsəd burada sizin onun üçün daha da kreativ və rəqabətdə üstün olacaq bir dizayn hazırlamağınızdır. Sonra loqonuzu haralarda istifadə edə bilərsiniz, istifadə edəcəksiniz. O sualı vermisiniz, o da yazıb aralarda nələrdə olacaq. Standart şeylərdir. Və hansı tərz loqonu istəyir? Yadınızda düşür, mən sizə tərzlərdən danışırdım. Növlərdən. İllüstrasyonlu istəyir, illüstrasyonlu loqo istəyir. Sonra emblemli loqo istəyir. Burada gördüyünüz kimi. İkonik tipografik istəyir. Bunun qısaca adı kombinasyondur türk dilində. Və bu tərz növlərdə istəyir. Və siz də bu növlərə uyğun hazırlayırsınız. Deməli, burada şey yoxdur. Tipografik yoxdur. Tipografik növdə istəmir. Deməli, tipografik tərzdə hazırlamalısınız. Bu isə stildir. Stili necə olsun loqonun? Bunlar şkalalardır. Əgər bu ortada qalıbsa, bu deməkdir ki, həm modern istəyir, həm klassik istəyir. Əgər yox, bax, gənc olğun. Bu şkala, bu da biraz bura gəlib çıxır. Bunu siz tərpətmirsiniz, onu təyin edin. Biraz bu tərəfə gəlibsə, deməli, biraz olğun istəyir. Olğun tərzdə istəyir. Qadınsı yoxsa eril, ortada bir şey istəyir. Yəni, zarafatçı olsa, compliant. Biraz compliant'a doğru getmiş olur. Yəni, daha biraz zarafatçı bir şey istəmir, onun tərsinəsini istəyir də. Lüks yoxsa ekonomik, ortada qalıb, düppədüz. Yüksək səslənmə yoxsa səssizliyimi? Yəni, çox belə rəngləri filan bağırdıcı mı olsun, xəttləri çox dinamik mi olsun?
yoxsa stabilmi, səssiz bir şeymi olsun? Bu o mənaya gəlir. Orta bir şey isə deməli sakit bir şey eləməlisiniz. Çox çılğın bir şey eləməməlisiniz. Bəsit yoxsa karmaşıq, siz bunu bəsit. Şkala bu tərəfə çəkilib, o tərəfə. Yəni şkala hansı tərəfə çəkilibsə, o tərzdə eləyirsiniz. Bax burada geometrik var, orqanik var. Bu orqanik istəyir. Yəni geometrik istəmir, geometrik xəttlər istəmir. Geometrik xəttlər grid sistemi ilə olanlardır. Beynəlxalqda müştəri hətta onu belə seçir. Sizə desək grid sistemli istəyirəm. Siz sərt, hər tərəfdən paralel xəttlər olan grid sistemli loqolar hazırlamalısınız. O tərzdə olmalıdır. Orqanik istəyirsə, grid sistemindən istifadə eləmirsiniz. Curve tool'dan, fiqurlardan, pen tool'lardan istifadə eləyərək çəkirsiniz. Əllə çəkə-çəkə gedirsiniz. Və burada da digər nümunələr verib, bəyəndiyi loqolar verib. Və belə tərz loqoları bəyənir. Bu onun bəyəndiyi loqolardır. Belə bir üslubda istəyir. Daha təbii istəyir. Daha belə rəssam stilində, illüstrasiya, flat illüstrasiya tərzində çəkilən bir loqo istəyir. Amma belə bu tərzdədir. Gördünüz? Burada rəngləri verib. Hansı rənglərdən istifadə olunsun? Bunların hamısı istifadə edilməli deyil. Buradan birini, ikisini götürə bilərsiniz. Yəni bu tipli rəngləri görmək istəyir. Fontları belə verib. Hansı fontlardan istifadə eləməlisiniz? Fontların adları yazılıb. O adları götürürsünüz. Gəlirsiniz Google-a. Comfort, font, free, download yazırsınız. Və çıxdı. Bu loqodur. Demək, türk dilində yazın da, bu ingilis dilində də əslində Comforta. Bu qəşəng fontdur. Mən postlarımda istifadə edirəm bu fontu. Və bu şəkildə fontun adına qədər verir müştəri. Siz sadəcə qalır onu öz yaradıcılığınızla, öz istivinizlə, duyğularınızla onu hazırlamağınız. Və buna mesaj yaza bilirsiniz. Buradan sualınızı da verə bilirsiniz. Logonuzu göndərmək üçün burada 7 saat sonra qurtarır yarışma. Submit Design düyməsinə basırsınız. Belə bir pəncərə açılır. Bunu X eləyirsiniz. Və belə bir pəncərə açılır. Və JPEG, PNG, GIF bu formatlardan biri 500-500 ölçüsündə. Buna klikləyərək pəncərəniz açılır və buradan gəlib seçərək logonuzu yükləyirsiniz bura. Buradan da seçirsiniz. Əgər vektorlu yükləmisinizsə, gerçək tasarım seçirsiniz. Əgər mock-uplı işləmisinizsə, bunu seçirsiniz. Həm mock-up, yəni bir dənə səhifədə həm mock-up, həm gerçək üstü varsa, yəni vektorlu varsa, bunu seçirsiniz. Ondan sonra gəlirsiniz bura loqonuz haqqında hansı ideyanı hazırlamısınız, burada loqoda nəyi göstərmək istəmişsiniz, işarədə nəyi göstərmək istəmişsiniz, hansı detallar var, hansı kreativlər var. Bunların hamısını qeyd edirsiniz ingilis dilində. Translate-dən kömək ala bilərsiniz. Ya ChatGPT-yə də deyə bilərsiniz. Ondan sonra Yemeğin işlemi ChatGPT ilə işləmirəm ki, müəllim. ChatGPT şey baxımından yaxşıdır. İclas keçirmək üçün. Fikir mübadiləsi aparmaq üçün, fikir müzakirəsi eləmək üçün. Yəni bir var ki, məsəl üçün gedib şirkətdə də eyni situasiyadır da, insanlarla bir briefing müzakirə edirsiniz, brainstorm deyirlər onu. Bir ideya müzakirəsi baş verir, sonra ortada bir nəticə çıxır və ChatGPT-də həmin cür istifadə etmək çox yaxşıdır. Və yaxud da ChatGPT-yə deyirsiniz ki, mənə heyvanların mağazasına uyğun, yəni heyvan, məsələn, pet shop-a uyğun fondlar ver. Fond adları de. O sizə pet shop-a uyğun fond adları verəcək. O fondları götürüb yükləyib istifadə edə bilərsiniz. Yəni, belə şəkillərdə istifadə etmək lazımdır. Google kimi. Google kimi, amma daha sürətlidir və daha cana yaxındır və daha müzakirə olunacaqdır. Yəni, iclas kimi onu istifadə edin. Geri qalmayın. Yəni, günün nəbzi budur. Mən demirəm sizə ona neyəsə hazırlatdırın. Müzakirə aparın onunla. İşinizi hətta hazırladınız, göndərin ona. Deyin ki, burada mən nəyi dəyişə bilərəm, nə səhvdir, nə doğrudur. Onunla müzakirə belə aparın. Belə şeylər. Bu inkişafınız üçün yaxşıdır. Gemini proqramı var. Aha. Mən Gemini edirəm. Mən hətta işdə postlarımda, yalan nə deyim, çox vaxt vəziyyətdən çıxmaq üçün Gemini-dən istifadə edirəm. Gemini mənə verir, mən üstündən sadəcə yazı, şrift fonla işləyirəm. Hətta baxın, sizə atdım bir dənə WhatsApp-dan.
Bunlar hamısını Gemini proqramı ilə edirəm mən. Yəni işdə vəziyyətdən bu cürə çıxıram da postları post vermək üçün. Bunlar normaldır yani. Çünkü mesela gelip internetten onsuz da gelip bu internetten təkəri tapacaqsınız da düz deyil. Ha, siz Hmm. posteri təmiz Gemini hazırlatdırmısınız? Bəli, poster təmiz. Mən bir dənə burada bilsin istifadə eləmişəm. Yazı var, ya, yuxarıdakı sadə kölgə Ha. yazı. Ha. Onu bir də aşağı fişo qalan post hamısı Geminilikdə. Bu Yuxarıdakı posterdə da, aşağıdakı şəkildir da. də, onsuz da şəkili verib də sizə. Şəkli verib, ölçüsün zadını yazıram, nə istədiyimi tam olaraq yazıram, Geminiyə. Gemini mənə bir neçə nümunə verir. O nümunənin içində seçirəm, üstündə biraz sağ-sol edirəm, post olaraq verirəm. Yo, bildim. Sadəcə onsuz da belə baxanda internetdən də gedib bunu axtaracaqsınız bu təkəri, şəkli. Bu təkər mənim Yəni, əlimdə vardı, çünki mən İMİ-ni bu modellə işləyirəm də, mən təkər şirkəti ilə. ha, İMİ şəkli şirkətidir. atırdınız Geminiyə. Bəli. Ha. Şəkli atmıram. Belə deyim ki, bu markanın, bu bizim bu təkərin bir neçə növü var. Sadəcə məsələn mənim əlimdə ambarda hansı növüdür, bu növüdür. Şəklini ata bilərəm, amma şəkli atanda yaxşı effekt vermir. Mən Geminiyə yazıram bu. Deyirəm ki, mən bunu bəyənmədim. Filan filan traktor markasına gedən modelin şəklini istəyirəm. Mənə bir neçə növ şəkil verir və mən başlayıram onunla deyirəm ki, daha fərqlisini ver. Yazıram bir də fərqlisini ver. Sonra yazıram ki, daha bir fərqlisini ver. Sonra yazıram ki, mənə gün batımında palçıq ver. Gün batımında təkər palçıqda olsun, daha realistik ver. Elə şəkillər. Amma traktorları yoxlamışam. Məsələn, əlimdə olan traktor firmalarımız var ya bizim. Hmm. Mən 4 dənə firma ilə, 4 dənə deyirəm ki, bizim şirkət böyük şirkətdir. Onun 4 dənəsinə mən baxıram. Məsələn, traktoru şey verir, yaxşı vermir. Traktoru oyuncaqlar var ya, belə multfilm oyuncaqları. Ha. Elə verir. Hə, traktoru qəşəng vermir. Traktor verəndə nə edirəm məcbur? Traktor sinirəm, fonu saxlayıram. Amma şeydə isə təkərdə isə çox qəşəng postlar verir. Hətta mənim kontentlərimi belə misal üçün çox vaxt Gemini hazırlatdırıram. Mən vəziyyətdən elə çıxıram aylardır. İşdə heç də, işdə vəziyyət ayrı məsələ. Amma Hə, bunu elə öz çıxıram. inkişafınızda istifadə eləməyin bu cür. Öyrənmə ərəfəsində belə şeylər eləməyin. Yo, indi sizin öyrənəndən düzün desəm istifadə eləməmişəm. Çünki sizin öyrəndiklərimi iş postlarında da istifadə edirəm. İllüstrasiyam olsun, falan olsun, yoxlayıram da. Məsələn, mən əvvəl fond yükləməyi bilmədim, indi rahat fondu yükləyə bilirəm. Sonra əvvəl məsələn bu toolları işlədə bilmədim, indi toollarla işləyirəm istər-istəməz. Yavaş-yavaş əlim öyrəşir. Hə, dəyişiklik olmasına sevindim. Bu yaxşıdır. Təbii ki, dəyişiklik olacaq. Götürmə qabiliyyətiniz yaxşıdır. Bir dənə prosa vaxt ayıra bilmirəm. Bu ayrı məsələdir artıq. Vaxt bizi öldürdü də. Ha, burada Yolum da söz. Bir dənə uzaqdır. bunu Müəlliməm yolum dəhşət uzaqdır. bildim ha. Onu bildim yəni. Ha, burada bir dənə bunu qeyd eləyirik ən sonda. Və sonra da Yox. göndəririk. Bəli. Göndərirsiniz, iş gedir ona. 4 dənə iş göndərə bilirsiniz. Yəni bir dənə nədir onun adı? Bir yarışmaya 4 dənə loqo göndərmək olur. Müxtəlif cür loqolar göndərməyimiz mümkündür. Və Design Hill bu şəkildədir. Design Hill çox rahatdır. Həm pul qazanma baxımından, həm təcrübə baxımından, həm də real bir beynəlxalq şirkətlərlə xaricdə olan insanlarla işləmək baxımından təcrübə eləmə çox münasibdir. Yəni tövsiyə edirəm sizə, hətta öz-özünüzə götürün bir şeyləri, işləyin, eləyin, lap göndərməyin. Özünüz üçün işləyin. Müştərinin brifi ilə işləməyə çalışın. Bu sizin beyninizdə müştərinin işləmə qabiliyyətini sürətləndirəcək. Və Design Hill bu şəkildə idi. İndi gəlin 5 dəqiqə dincələk. Bu videonu da atım sizə. Ondan sonra bir dənə də qısa bir şey danışacağım. Ondan sonra bugünü yekunlaşdıracağıq. Ha, Göndərin videonuzu. ha.